Gələn il varlanma enerjisi ən güclü olan bürclər bunlardır. Pul axını, yeni qazanc qapıları və gözlənilməz maliyyə sürprizləri əsasən bu 5 bürcə işləyəcək. Qoç. Ümumi təhlil. Gələn il qoçların həyatında böyük maliyyə sıçrayışı olacaq. Uğurlu anlaşmalar, yeni iş və əlavə gəlir imkanları açılır. Risk etdikcə qazanacaqsınız. Qısa məsləhət, gecikdirməyin fürsət çıxan kimi dəyərləndirin. Əkizlər, ümumi təhlil, ilin ən böyük maliyyə sürprizləri əkizlərə gəlir. İş dəyişimi, uğurlu layihələr və gözlənilməz pul axını olacaq. Qısa məsləhət, danışıqlarda daha cəsarətli olun. Şir ümumi təhlil. Şirlər üçün gələn il varlanma ili sayılır. Şansınız yüksələcək, həm də nüfuzunuz artdığı üçün daha çox qazanc əldə edəcəksiniz. Qısa məsləhət, liderliyi əlinizə alın. Tərəzi təhlil, pul enerjisi güclü axacaq. Əldə etdiyiniz hər fürsət sizi bir pillə yuxarı qaldıracaq. Köhnə borclar bağlanır, yeni gəlirlər açılır. Qısa məsləhət, partnyorluq işlərindən qaçmayın. Oğlaq, ümumi təhlil. Gələn il oğlaqlar üçün zəhmətin bəhrəsini toplama ilidir. Stabil və bol gəlir olacaq, xüsusilə investisiya edənlər qazanacaq. Qısa məsləhət, uzun müddətli planlara üstünlük verin. İstəsəniz, sizin şəxsi doğum tarixinizə